Partiya təndir üçün olan çörək çıxardan və lapatkaları gəldi. Bu çörək çıxardanların fərqli özəlliyi ondadır ki, bu çörək çıxardanların qulp hissəsi, yəni dəmirdən deyil, taxtadandır. Yəni çörəyi çıxardanda əlinizi yandırmır. Belə gözəl həm də görünüşü var. Yəni istifadə etmədiyiniz vaxtlarda, yəni harasa qoyanda asandır, belə gözəl görünüşü var, sərgəli bir məhsuldur. Bu metal hissəsi var, bu qara metaldır, yanmayan od davamlı boya ilə boyanıb. Bunun amma uc hissəsi, hansı ki çörəklə təmasda olacaq, çörəyi çıxardacaq. Bu hissəsi paslanmaz metaldır, nejaveykadır. Yəni qida üçün olan nejaveykadır ki, yəni çox rahatlıqla, ürək rahatlıqla istifadə edə bilərsiniz təndirdə. Yəni bunlar tək istifadə olunmur. Bu aksesuarla bu aksesuar bərabər istifadə olunur. İndi mən həm video çəkə-çəkə həm göstərə bilmirəm, ona görə ayrı-ayrı da göstərirəm. Amma normalda yəni biri ilə çörəyi aralayanda, biri ilə çörəyi keçirdib çıxardırlar.